Əziz xanımlar, mən sizə bir vacib şey demək istəyirəm. Biz kişilər bunu çox nadir hallarda ucadan deyirik. Biz çox güclü sevə bilirik. Həqiqətən güclü, dərindən sadiq sonuna qədər. Amma bu böyük sevgimizin oyanması və ömürlük qalması üçün bizə sizdən çox az şey lazımdır. Bizə sizin sevginiz və hörmətiniz lazımdır. Biz sadəcə hiss etmək istəyirik ki, sizin üçün bu həyatda ən qiymətli xəzinə bizik. Siz bizə isti və qürurla baxanda, biz dağları yerindən tərp etməyə hazır oluruq. Səninlə hər vəziyyətdəyəm deyəndə, biz yenilməz oluruq. Biz sizdən zəif olmağı tələb etmirik. Biz sizdən bizə inanmağı xahiş edirik. Çünki öz qadını üçün ən qiymətli xəzinə olduğunu hiss edən kişi tamam başqa cür yaşamağa başlayır. O hər gün daha yaxşı olur. Məhz onun üçün. Beləliklə, xahiş edirəm. Sadəcə sevin bizi. Sadəcə hörmət edin bizə. Və bizə hiss etdirin ki, sizin üçün biz həyatınızdakı ən qiymətli xəzinəyik. O zaman biz sizi elə sevəcəyik ki, yalnız kişi qadını belə sevə bilər.